Salam, geriye bakmağın tam zamanıdır. Bugün elə bir insanla geriye bakacağıq ki, onun həyatında oynadığı hər obrazın taleyindən pay var. Çünkü o kadar içten, ürəkdən yaşayır ki, təbii ki, söhbət sevimli xalq artistimiz, böyük sənətkarımız Profesör İlham Namik Kamal'dan gedir. Odur ki, başlayaq. Canik, hazırlaş. Yavaş-yavaş gəlirsən, gül kolluğunu görəndə yıxılarsan. Başla. Deniz gözümde kum kimi, başka yalana sığmazam. Pis gözden uzak boynuma göz boncuğu saldı. Pis gözden uzak boynuma göz boncuğu saldı. Eşkim coşup arvad olu besli keremem ben. Arvad sarıdan ay kişiler məxtəvərəm mən. Dövlətim var, barım var, mənim teki yarım var. Təpəmizdə qossundursan, sənin ixtiyarım var. Serçeler gazlar, söz anlamazlar. Boş vədəbazlar bu ərimə qurban. Sen bana puldan danış, ayrı şeyi tanmaram. Müşteri aldansa da, baxma mən aldanmaram. İlham Namik Kamal, xalq artisti, professor, əvəzsiz aktyorumuz. Oynadığı hər obrazı, ifası, yanaşma tərzi, özünə məxsusluğu ilə yadda qalan etməyi bacardı. Sənəti ucuz tutmadı. Elə ona görə də sənət onu yüksəltdi. İnsanlığı hər şeydən üstün tutdu. Təkcə səhnədə yox, dostluqda, ailədə, müəllimlikdə belə bacardığının ən yaxşısını etməyə çalışdı. Və ən əsası, o insanları çox sevdi. Şöhrətidir, şanıdır, hünər qəhrəmanıdır, zəfər qəhrəmanıdır, əmək qəhrəmanıdır. Bəli, buyurun. Salam. Vay. Olar. Siz əyləşsəniz. Ha, buyurun, necəsiniz? Necəsiz? Sağ ol, çox təşəkkür ederiz. Tamaşada deyildiği kimi, ay seni hoş gördük, çoktan da görsənmirsən, pışa-pışaymış. Çox sağ ol, can sağ olun. Necəsiz uşaqlar? Çox yaxşı. Əslində siz şanslı tələbəsiz ki, sizin belə müəlliminiz var. Bizim üçün əl çatmaz bir dəyərli sənətkardır İlham müəllim. Allah sizə can sağ olun. Necəsiz? İşləriniz necədir? Çox yaxşı bir də iş prosesidir bu dəqiqə. Bunlar kollokuma hazırlaşırlar inşallah ki, o ilə əlaqədar indi bir yar fantastik, yar doğru, yar nətər deyərlər belə düşünülmüş, belə bir yuxu etüdü üzərində iş prosesi gedir. Görək indi kim nə cür işləyəcək, o öz qiymətini də alacaq. Ha? Sizdən qiymət almaq rahatdır, yoxsa çətin? Valla qiymət elədir ki, hər kəs öz qiymətini bilir. Yəni onu demək lazımdır. Bunlar özləri də özlərinə qiymət yaza bilərlər. O problem deyil. Əsas odur ki, o istiqaməti düz bilsinlər ki, hara gedirlər bunlar. Yəqin ki, əslində bu tələbələrə baxıb öz keçmişdəki illərinizi də xatırlayırsınız, tələbəli illərinizi. Ola bilər, nə olar, tamam başqa idi, o dövr tam başqa idi, onu deyə bilmərəm. Bu dövr tam başqadır, açıq demək lazımdır. Məsələn, o dövrün özəlliyi nə idi? Düşünürsünüz ki, bizim vaxtımızda belə idi. Yox, o vaxtı, indi bunlar indi öz balalarımızdır da, o vaxtı mütaliə daha yaxşı idi, açıq demək lazımdır. İndi də bunlar da internetdən oynayırlardı, nə bilim. Getir. Bilirsiniz, aktyor elədir ki, o canlı alətdir. O tutaq ki, tarı kökləmək olar, kamançanı kökləmək olar. Bunlar özləri gərək təpələrindən ayaqlarına qədər yeri köklənmiş vəziyyətdə olsunlar. Yəni, tabi eləyə bilsinlər özlərini. Həm düşüncələrini, həm də ki, plastikalarını, səslərini. O mənada çox çətindir. Çalışırlar indi. Düşünən uşaqlar çoxdur aralarında. Düşünməyəni də məcbur eləyir, düşünsünlər, yəni ki, deyirik, mehriban olsunlar, yaxşı mənada belə bir-birlərinə dost olsunlar. Əsas dostluqdur, dostluq olarsa hər şey yerində olur. Mən də çalışıram, dost olaq, hərdən düzdür, balaca, deyirəm ki, bir balaca... Tənbih eləyirsiniz. Tənbih eləmirəm, tənbih də demək olar, amma
gərək bir-birini qarşılıqlı başa düşəsən. Məncə bunlar başa düşürlər. Başa düşürsünüz? Bəli. Gördünüz mü? İlham müəllim, sizdə bu var bəli. masanın üzərində. Hə. Bax, bunun nə özəlliyi var? Birisi bunun özəlliyi odur ki, ümumiyyətlə, gərək bu elə bir ki, müəyyən ola bilər ki, kimsə diqqəti korlanarsa, məsələn, tutaq ki, verilən tapşırıqları biraz gec qavrayarsa, elə bir daha belə eləyirsə, o dəqiqə başa düşür ki, buna diqqət eləmək lazımdır. Yəni ki, çünki ikinci kələm ona elə bilginən ki, tənbih kimi tənbih ola bilər ona. Və ya qiyməti aşağı ola bilər. Bax, belə hadisələr necə deyərlər. Çox olanda nədir? Qırmızı işıq. Bəli, qırmızı işıqdır əlbəttə. Dərsinizi bitirdinizsə gedək yavaş-yavaş. Yavaş-yavaş gedək, çox sağ olun. Uşaqlar, qalxın. Qalxın. Xanımı alqışlayın, xahiş edirəm. Sağ olun. Geçin. Məni belə özümü ulduz kimi hiss elədim. Çox sağ olun uşaqlar. Sağ ol. İlham müəllim, maraqlıdır ki, sizin müəllimləriniz kim olub? Otağınızda şəklində gördük əslində. Mənim müəllimlərim çox Azərbaycanın ən magikan rejissorlar, aktyorları. Adil İskəndərov, Rıza Təhmazi və teatrda da bilavasitə Tofiq Kazımov, yəni ki, ən novator rejissor. Yəni o barədə deyir ki, o şans mənasında mən onu özümü şanslı sayıram ki, bax, belə böyük bir mütəfəkkir müəllimlər düşür. Və mən belə gəlir ki, onlar nə əxs eləyiblərsə, istər praktik tərəfdən, istər belə, necə deyərlər, həm mütaliə tərəfindən, həm necə deyirəm, praktik tərəfindən də çalışırıq ki, onu da biz də bugünkü gündə bizim tələbələri aşılayaq. Bizim dövrdə o qədər bir internet yox idi, mən sizə deyim. Məsələn, indi tələbələr üçün çox maraqlıdır ki, məsələn, gəlir tələbə deyir ki, İlham müəllim, mən bir 40 il bundan qabaq sizin çəkildiyiniz filmə və yaxud tamaşaya baxıb gəlmişəm. Amma o vaxt bizim imkanımız yoxdur, elə imkanlar yoxdur. Baxasız. Yəni o. Amma indi daha internetin olması bilavaz istər-istəməz yaxınlaşdırır. Elə bilginə ki, yada da salır ki, o dövrdə məsələn bir gözəl tamaşa olur və yaxud film çəkilir. Buyurun. Siz onların məktəbini keçirsiniz və fəxrlə söylüyorsunuz. Tələbələriniz də sizin məktəbinizi keçir. İlham Nami Kamal məktəbi. Maraqlıdır ki, siz onlarla fəxr etdiyiniz kimi, onlar sizlə necə fəxr eləyirlərmi? Tələbə müəllim elədir ki, sırf tələbə müəllimdən öyrənmir. Müəllim də tələbədən çox şey öyrənir. Bunu da yaddan çıxarmır. Yəni ona görə tələbə ilə dost olmağa gərək bacarırsan. Əgər dost ola bilirsənsə, onda sənin dediklərini əsl canı dildən qəbul eləyəcək. Bunu yaddan çıxarmaq lazımdır. Siz orta məktəbdə olanda 9-cu sinifdən. Əxlaqdan 2 almısınız. Bəs institut illərində necə? Tələbəlik illərində necə? Nədən alırdınız? Yox, o bilirsi necədir? O vaxt mən tarix müəlliminə sual verdim ki, konqreslə konfransın mənası nədir? Mən öyrənmişdim orada. Amma o belə bilir ki, mən o nəsə bir, necə deyərlər, dolayısız sual vermişəm. O da nəsə belə qanı qaraldı, getdi direktor şikayət edir. Sonra arada direktor gəlib soruşanda, bəs sən dedim, bəli, konqres o vaxt Sovetlər dönəmində, xaricdə, əcnəbi ölkələrdə konfransda Sovetlər İttifaqında oldu. O düzdür, bir 2 ay nəsə belə bir qarşılıq oldu. Amma sonra hər şey barışdıq, necə deyərlər, müəllimlə dost olduq. Və heç vaxt 2 almadınız? Yox, o həyatdır da, o bir dəfə olardı. Gedək. Baxmayaraq ki, siz televiziya tamaşasında son vaxtlar oynamırsınız, yalnız teatrla kifayətlənirsiniz. Bir də sizin bir pedaqoji fəaliyyətiniz var. Bütün bunları nəzərə alsaq, siz yenə də yaddaşlardasınız, yenə də sevilirsiniz və sevgi ilə salamlayırlar sizi. Bax, belə görüntü gördüyünüz zaman necə bir his keçirdirsiniz? Mən necə his keçirirəm? Mən bütün o tamaşaçıları, mən doğman bilirəm, mən sizə səmimi deyim. Və ona görə də bəlkə də o ki, oynadığım tamaşalarda, elə televiziya verilişlərində çox həddindən artıq oluram bu. Bax, nə bax, gəl bax, Rafi Əzimov gəlir, bizim dostumuz gəlir. Salam. Necəsən, sağ olun. Siz yaxşısınız, ötərsiniz. Qızları köçürmüşəm, oğlanlar oxuyurlar da. Nəvələr var? Siz mənə tanıdığınıza görə kaçırdınız. Hələ birini də gözləyirəm. Birini də gözləyirəm. ATV də çəkib, uğurlar vermədən şəkillər. Uğurlar, sağ olun, xoş oldu sizə. Sağ olun, Sağ olun, çox sağ olun. İlham müəllim, mən niyə sizi daha çox sevdim? Çünki siz
dəbli ayaqlaşma xatirinə özünüzü xərclətmədiniz. Özünüzü zirvədə saxlaya bildiniz və əsl aktyor həyatı yaşayırsınız indi. Bu məni sevindirir. Çox sağ olun, çox təşəkkür edirəm. Hər bir insan, siz tələbələrlə də əlaqələr görürsünüz ki, gərək zərgər dəqiqliyi ilə işləyə bilsin də. Yəni istədiyi o ifa elədiyi obrazı və ya təqdim elədiyi hansısa bir xarakteri. Bizim üçün işimiz nədir ki, cilddən cildə girmək məharəti. Bəli. Yəni yaxşını pisi aşılamaq, xeyri şəri anlatmaq insanlara. Əgər bunu anladırsansa, istər-istəməz sən ürəyində rahatlıq hiss edirsən. Targoviç edirlər də. Burada bir adil oğlan var, qabiliyyətli insandır. Həmişə çəkmələri, bunu qabaq bunun atası burada işləyirdi. İndi oğlu işləyir yəni. Gedib marağı üçün baxa bilərsiniz orada. Baxa bilərəm, amma siz belə çıxır ki, daha çox bax bu fəvarələr meydanında, Targovada burada gəzirsiniz, eləmi? Hətta evimiz də elə biraz qabada Mahnı teatrının yanındadır da, yəni qıraqda. Onda hər gün siz bu yolları bir gedirim, gəlirim. Ən azı 2 dəfə gedəcəksiniz. Teatrda da musiqili musikamediya bu tərəf yaxındır da, burada. Yəni həm teatr yaxındır bura, həm ev yaxındır, yəni o cür. Canınız qutarıb. Bəs avtomobilinizi niyə sürmürsünüz? Avtomobil sürürəm Şamaxıya bağa gedəndə. Amma belə ictimai nəqliyyatda şəhərdə yox, maşın var, aparır, gətirir. Amma ki, beləncə Şamaxıya gedəndə ləzzətlə, çünki indicə yol ki, elə gözəl yol gəlir Şamaxıya, 2 tərəfli də onu gedir. İndi burada çəkməçi var, ayaqqabınızı burada. Adil qardaş bax, Adil qardaş. Dibayat görsə deyir, gözləyirik. Salam əleykum adım. Necə, keyfin əhvalı necədir? Canbaş nətərdir? Buyur, belə çox sağ ol, çox sağ ol. Keyfin halı nətərdir? Görsənmirsən çoxdandır. Bəh. Deməli, Azərbaycanın paytaxtı Bakı şəhərində 1 nömrəli çəkməçi. Atam rəhmətli bu. Bax. Kişi, ağsaqqal. Adil də onu. Bəh. Gör necə, gör belə bu cür iş yox deyə bu başqa. O da demişik ki, İlham müəllim məktəblərine qulluq edir ha. Yəni çəkilişə görə yox, ümumiyyətcə. Demək sərgəli adamdır. Çünki sərgəli adamların ayaqqabısı təmiz olur. Bəli. Mən ayaqqabımı göstərdim. Yağış yağsa da İlham müəllim gəlir. Yəni ki, yağışı da baxır. Yox, yağışın da başqa ləzzəti var da. Özü deyirlər ki, İlham müəllim pul xərcləyən də, bərəkətli əli var. Çox. Bəli. Nə qədər pul verir sizə hər dəfə? O deməzlər, o siklet. O müqavilə əsasında. Deyirlər ki, İlham müəllim cibindən qəpik də çıxarda bilər, 1 manat da verə bilər. Çox adam onu saxlayır özündə, çünki əli çox bərəkətlidir. Onun üstünə pul gəlir. Düzdür. Gör nələr olur. Heç xəbərimiz yox imiş. Necə xəbərin yoxdur? Ola bilər. Bəh, işləyir, bay. Ən çox hansı obrazınızı sevirsiniz, bəyənirsiniz? Yox, ifa elədiyim heç bir obraza ayrı seçkinlik sala bilmərəm, çünki onlar hamısı doğmadır mənim üçün. Doğrudan doğmadır da. İndi bu, axı, buna əziyyət çəkirsən, zəhmət çəkirsən ki, bu yaransın, bu yeni bir insan dünyaya gəlsin. Bax, söhbət ondan gedir. Doğulduğun gündən sənin ömür qatarın yola düşür. Uşaqlığa doymamış gənclik yetişir. Sanki günlər tez keçir, zaman uçur. Odur ki, bugünü dolu-dolu, doya-doya yaşa. Çünki bir gün mütləq dönüb geriyə baxmaq istəyəcəksən. Reklamlar bitdi və biz studiyadayıq. Gəzə-gəzə gəlib studiyada çıxdıq. Necəsiz? Xoş gəlmisiniz. Çox təşəkkür edirəm. Deməli, geriyə baxanda yox, biz irəli gedəndə gəldik. Bəli, irəli gedə-gedə gəlib çıxdıq bura. Gördünüz ki, divarlar sizin şəkillərinizlə süslənmiş. Təşəkkür Belə deyərdim. Hansı şəkil sizi uzaqlara apardı, geriyə apardı? Nə qədər irəli baxsaz da, amma bir keçmişiniz var. Əlbəttə. Mən elə bu şəklə gördüm. Deməli, İlyas Əfəndiyevin Bağlardan gələn səs elə bir piyesi var idi. Qubuş roli, Qubat, maraqlı bir xarakterdir. O, mən ifa eləyəndə 23 yaşım var idi.
bizim böyük rejissorumuz Tofiq Kazımovun quruluşunda hazırlamışdı Milli Dram Teatrında. Və o rol mənim üçün çox maraqlı idi. Yəni ki, siz 23 yaşında o cür belə krim eləmirlər. Çox gözəl. Mən Heç deməzdim. ki, o maraqlı bir obrazı, xarakter idi. Yadda qalan xarakterlərdən biri idi. Yəni, bilirsiniz, aktyor elədir ki, yaşından asılı olmayaraq idi. Yaşlı da, cavan vaxtı yaşlı da oynayır, sonra cavan rolda oynayır. Yəni, cürbəcür də, yəni, çeşid obrazlarda qeyd eləmək olar. Amma nədənsə cavan qocaldılanda normal qarşılanır, amma qocanı cavanlaşdıranda bu normal qarşılanmır. Yox, bilirsiniz, qınanır. Düz deyirsiniz. Yəni, o mənada ki, o gənc yaşında xarakterlik obrazı ifa eləyəndə bu sənət sayılır. İndi biri var ki, tutaq ki, indi xanımdır, bir 60 yaşı var, bu 18 yaşında oğlanı və yaxud o yaşlı adamdır, bir 18 yaşında oğlan və yaxud qız ifa eləyəndə, əlbəttə bu biraz paradoksaldır, o biraz baxılmır. O vaxt Tofiq müəllim demişə, mənim indi də yadımdadır ki, o deyirdi ki, teatrda tamaşa hazırlanarkən hər dəfə 2 dənə, bir qız, bir oğlan yeni qan vurmaq lazımdır, yeni nəfəs gətirmək lazımdır və o gəncləri çox sevirdi. Elə bugünkü gündə də elə qalanlar varsa nə qədər, hamısı Tofiq müəllim bilavasitə zəhmətinin nəticəsidir. Bir müəllim kimi, bir böyük pedaqoq, rejissor kimi. Yəni, o bilirdi ki, sənin sabahın biraz da normal səviyyədə inkişafda olmaq üçün hansı obrazları sənə tapşırmaq lazımdır. Söhbət ondan gedir. Sizdən soruşanda ki, nə vaxt anadan olmusunuz? Maraqlı cavabınız olur, qanlı bazar günündə. Saçmada ağ həna qoyuram. O vaxt tarix kitablarında yazdı qanlı bazar günü Sovetlər dönəmində. İndi mən də zarafat həmişə edirəm ki, nə vaxtları qanlı bazar günü, yəni 9 yanvar. Şamaxıya tez-tez gedirsiniz demək ki. Şamaxı ata-baba yurdudur, istərsəməz. Ora mənim üçün doğmadır, elə hamı üçün. Bütün bölgələr doğmadır əlbəttə ki, amma ora daha çünki bağım da oradadır. Sarı torpaqdadır mı bağınızda? Yox, Sarı torpaq məhəlləsindənəm oranın mərkəzində. Amma mən mədrəsə kəndində götürdüm. Kənd yeridir, kənd daha maraqlı, özdə güney yeridir, yəni gün doğandadır. Tutaq ki, Pirqulu əgər quzeydirsə, gün batandırsa, bizdə isə gün doğandır. Atalar da deyirlər ki, güneydə yaşa, quzeyi gəz fırlan dolan. Bax, belə bir atalar misal da var. Aydındır. Maraqlıdır ki, siz Bakıda doğulmusunuz. Amma Şamaxıya bu qədər bağlısınız, torpağa bu qədər bağlısınız. Bilirsiniz, bizim nəslimiz məcburiyyətdən Bakıya gəlib, mən sizə deyim. Zəlzələdən sonra babam bütün nəsli götürüb gəlib Bakıya. Yəni ki, o vaxt 1902-ci ildən sonra, bir neçə il keçəndən sonra görüblər ki, vəziyyət o qədər də yaxşıdır, bilinmir savana nə olacaq. Bəli, Şamaxı seysmik zonadır, yerləşir. Ona görə gəliblər, burada da elə evlər tikiblər, şəxsi evlər tikiblər, yaşayıblar elə. Sonra bizlər də necə deyərlər, dünyaya bu Bakı şəhərində gəlmişik, işləyirik burada. Amma istərsəməz hər dəfə qohum-əqrəbə ki, orada olduğu üçün gedirik, gəlirik, görürük. Və mən sənət mənasında bir babamın sözü mənim nə qədər yadına çıxmırdı. Lap məktəbdə oxuyanda biz soruşurdu, biz nə olmaq istəyirsən də soruşur. Biz də orada bilmirdik, nə deyə indi bilmirik axı. Amma bir gözəl sözü vardı. İstəyirsiniz injiner olun, çox qəribə olar, qəribə sözlər var, ya da doktor olun. Nə olursunuz olun, amma hambal olun, yaxşısından olun. Bax, əvvəllə biz onu başa düşmürdük, bu kişi nə demək istəyir. Sonra yaşlandıqca, oxuduqca görürük, doğrudan da mütəxəssis olmaq hər hansı səhərdə istəyir pinəçi ol. Kamil Palançı olun. Bəli, elə siz məncə bayaq gördünüz ki, o adi bir çəkməçi nə cür ürəklə, ləzzətlə atasının necə deyərlər, peşəsini davam elətdirir və onunla da öz balalarını böyüdür və bugün də oxutdurur onları. Və necə fəxrlə, sevərək. Elə də lazım. Yəni işini necə çox sevirdi, mənim yaddaşımdan uzun müddət silinməyəcək. Yəni peşəni sevmək hər kəsin necə deyərlər borcudur, öz peşəni sevirsən. Sən əgər peşəni sevməsən, sən sabah necə işləyə bilərsən? İlham müəllim, Bakıda doğulmusunuz. Necə bir ailədə dünyaya gəldiniz? Neçə övladıydınız? Bir ailədən 2 aktyor çıxdı. Azərbaycan incəsənətinə və mədəniyyətinə xidmət etdi. Bilirsiniz, valla bizim nəsildə incəsənət sahəsində demək olar ki, olmamışdı. Yəni, elə oldu ki, biz uşaqlıqdan birisi o vaxtda boom var idi.
belə bir teatr bumu var idi ki, dram dərnəkləri, xalq teatrları və elə oldu ki, elə Cəfərlə biz məktəbdə oxuya-oxuya, elə mən onu da qeyd edim ki, elə birinci dram dərnəyini Cəfər mən aparıb, yəni kiçik qardaşım aparıb. Mən elə bildim sizin. Yox. Yəni ki, indi sonra yavaş-yavaş xalq teatrına getdik, bizim çox maraqlı müəllimlərimiz vardı. İstər dram dərnəyində olanda əməkdar artist Məmməd Ağa Dadaş çox maraqlı aktyordur. Sonra xalq teatrı 26-lar adına indi Sabail evidir də, Mədəniyyət sarayıdır. Orada bizim xalq artistimiz çox yüksək səviyyəli, çox ağayana bir şəxsiyyət Lütfü Məmmədbəyov. Çox ağayana, çox. Bilirsiniz, istərsəməz hər bir fərd öz qarşısında olan müəllimini oxşamaq istəyir, onun xüsusiyyətlərini götürmək istəyir. Yəni, bu sənət də elədir ki, bu sənətdə gərək qürurunu saxlaya biləsən. O qürurunu saxlaya bilərsənsə, sən sabah müəyyən hədləri keçə biləcəksən. Qürurunu saxlaya bilməsən, çox çətin məsələdir. Söhbətin bu yerində istəyərdik ki, qardaşınız Cəfər müəllimin müsahibəsini izləyək, daha sonra sizin fikrinizi də bilmək maraqlı olardı. İlham çox gözəl qardaşdır. Çox gözəl. Yəni, arzulayardım hər birinin İlham xəsiyyətdə, İlham ürəkdə qardaşı olsun. Yəni, ailənin bizdə belə idi də, yəni biz atamız dünyasını dəyişəndən sonra bizdə belə bir adət var idi. Kimsə evin böyüyü olmalıdır. Yəni, bir nəfərin sözünə qulaq asılsın. Bir nəfər söz desin, yoxsa hərənin ağzından bir avaz gəlməsin. Yəni, biz belə görmüşdük ailədə və o missiya İlham boynuna götürdü, İlhama həvalə elədi. Yəni, nə məsləhət olanda, yəni bir yaş fərqimiz var ha, amma sözü bir nəfər deyəndə o iş daha yaxşı olur. O Krılovun əsəri var, hərə bir yana dartsa arabanı, o araba tərpənməz heç var. Yəni, tək mənim problemlərimdə İlham iştirak eləməyib. O birisi qardaşımın da işlərinə yardımcı olub. Hətta mənim övladlarımın işlərinə, məsələn, imkanı dərəcəsində nə problem olur, o özünü qabağa atır, o işdə çalışır, kömək eləsin və eləyir də. İndi həyatdır. Yəni, bir qardaş kimi mən çox razıyam, arzulayardım, bayaq dedim ki, hər bir kəsin elə bir arxası olsun həyatda. Aktyor kimi də mən onunla tərəf müqabil olmağı hər bir aktyora arzulayardım. Çünki onunla tərəf müqabil olmaq çox rahatdır. Qardaşla bağlı söylədikləri. İkiniz də aktyorsuz. Olurmu ki, səhnədəki çıxışınızı və yaxud ki, tamaşadakı rolunuzu bir-birinizin müzakirə edəsiniz və yaxud da ki, tənqid edəsiniz? Hər halda qardaş-qardaşdan inciməz bu məsələdə. Yox, bilirsiniz, Cəfər həddindən artıq peşəkar sənətçidir, aktyordur. Yəni, onu məsləhət verməyin özü düzgündür. Çünki onun da məktəbi var. Yəni, mən Cəfərlə tək onun tamaşalarını yox, biz birlikdə 5-6 tamaşada birlikdə ifa eləmişik Milli Dram Teatrında. Mənim əlim dəridir, sonra çox tamaşalar var da, sonra elə televiziya tamaşalarında da birlikdə rollar ifa eləmişik. Yəni, o peşəsini bilən sənətçidir. Yəni, o bilir ki, nəyi eləmək olar, nəyi eləmək olmaz. Bilirsiniz, o məsələ əsasdır. O, kimin ki məktəbi var, o insanla tərəf müqabil olanda rahat olur insan. Yəni, o bilir ki, sən bilirsən ki, o hansı sözü necə qiymətləndirəcək, onun baxışı necə olacaq, bu söhbət ondan gəlir. Bilirsiniz, burada ümumiyyətlə istəyir faciə rol oynayın. Hər bir aktyora aiddir, elə mənə də aiddir, qardaşıma da, o biri sənətçilərə də. Sər faciə ifa elə və komediya olsun. Bu ülgüc var. Ülgücün üstündə elə ayaq-yalın gəzməyi bacar ki, dabanın qanamasın. Əsas onu yaddan çıxartmaq lazımdır. Yəni, əndazəni biləsən. Nəyi eləmək olar, nəyi eləmək olmaz. Eyni zamanda siz universitetdə dərs deyirsiniz də, yəni qardaşınız da sizin kafedrada mı dərs deyir? Bəli, uzun illər dərs deyəcək, sonra müəyyən onun çəkilişlərinə əlaqədar. İndi bu dəqiqə dərs demir, amma yenə də ola bilər müəyyən müddətdən sonra gəlib dərs deyəcək.
Yəni bir kafedrada işləmişik. Yəni o kafedrada Hacı Baba Bağırov da işləyib, eləcə Yaşar Nuri də, Telman Adıgözəl. Yəni bir böyük sənətkarlar əksəriyyəti o kafedrada işləyiblər. Aydındır. Bəs tələbələriniz sizin haqqınızda nə düşünür? Heç düşündünüzmü? Yəni ağlınıza gəldimi, qulağınıza gəlib çatdımı? Yox, mən hər halda hər tələbənin də öz müstəqil düşüncə tərzi olmalıdır. Əsas odur ki, mən onu bilirəm ki, tələbələrlə biz dostuq. Yaxşı mənada, yəni bir var ki, müəllim, tələbə, bir var ki, onların arasında dostluq münasibəti olsun. Yəni o münasibət olarsa, o rüşveyimlər olanda onlarla danışmaq daha yaxşı olur. Danlamaq da yaxşı olur onda, tənbih eləmək də yaxşı olur, tərifləmək də yaxşı olur. Çünki o inanır, inanır sənə, söhbət ondan gedir. Həqiqətən də İlham Namiq Kamaldan dərs almaq bir başqadır dedilər. Hətta orada belə bir məqam var idi. Tələbələrdən söylədilər mənə ki, bir dəfə çox əsəbləşdi, danışdı. Axırda qutaranda belə, necə idi, rolumu necə oynadım? Həqiqətən sizi çox istəyir tələbələriniz və mən sizin dərsinizdən doymadım. İnanın mənə, o qədər maraqlı, orada hardasa biraz danlamaq da var idi, yumor var idi ən əsası. İzləyək, görək, tələbələr sizin haqqınızda nələr söylədilər. Tələbələrin sevimlisi. Qayğıkeş insan. Haqsızlığa tamamilə qarşı olan. Özü bizim qəlbimizdə daim optimizm yaradan insandır və bizə hər zaman bir məsləhəti var. İçinizdə öz uşaq saflığınızı daim qoruyun, saxlayın. İşində olduqca tələbkar və ciddiliyi sevən, dərsdən kənar isə hər bir tələbəyə xüsusi qayğıkeş münasibət. Azərbaycan teatr sənətinin korifey sənətkarlarından birisidir, ustadımızdır. Çox gözəl insan, çox gözəl pedaqoq. İlham müəllim dərsdə o qədər gözəl atmosfer yaradır ki, biz özümüzü onun yanında çox rahat hiss edirik. Ən çox sizə hansı sözü deyir? Balası. Nə işə düşürsən dərsə, hə? Yox, olmazaq belə. Olmaz, mən bilməliyəm axı. Ən çox işlətdiyi sözlər. Yəni bizim sevimlimiz. Bizə hər zaman yol pulu verir. Onun verdiyi bütün pulları biz evdə saxlayırıq ki, o bizə bərəkət yetirir. Yəni universitetə girəndən sonra bərəkətimiz daha da artıb demək olar. İlham müəllim olduqca diqqətli insandır. Hər birinin istər mənəvi, istər də maddi cəhətdən. Əsəbləşəndə nə edir? Əsəbləşir, məsəl üçün tələbəyə əsəbləşir. Əsəbləşəndən sonra başlayır ki, necə oynadım? Xoşunuza gəldi? Yəni ki, sakit üzün göstərir, zarafata salır. Sizi parodiya eləyəndə xətrinizə dəymir ki? Yox, parodiya birisi böyük bir sənətdir, ixtisasdır. Belə mənim bir tələbəm var gözəl, İlkin Əhmədov, birisi çıxış eləyir kanallarda. O elə gözəl parodiya eləyir ki, mən ləzzət eləyir. Əziz dostlar, ara veririk, reklama keçid alırıq və bizim sevimli xalq artistimiz, böyük sənətkarımız İlham Namiq Kamalla geriyə baxmağa davam edəcəyik. Amma reklamlardan sonra. Doğulduğun gündən sənin ömür qatarın yola düşür. Uşaqlığa doymamış gənclik yetişir. Sanki günlər tez keçir, zaman uçur. Odur ki, bugünü dolu-dolu, doya-doya yaşa. Çünki bir gün mütləq dönüb geriyə baxmaq istəyəcəksən. Reklamlar bitdi və biz davam edirik. Müsahibələrinizdə söyləmişsiniz ki, istədiklərimin 25%-nə nail olmuşam. Halbuki səhnədə rollarınız olub. Maraqlı, fərqli, biz onlarla böyümüşük, izləmişik. Bu hələ 25%-dirsə, digər faizləri olsa gör nə olar? Digər faizləri qismət olmayıbdır, mən belə başa düşürəm. Nədən qismət olmadı? Birisi onu demək olmaz, hər kəsin. Amma mən əsas onu bilirəm ki, uzun illər, necə deyərlər, işləmişəm, həmişə də heç vaxt, həmişə də rejissorlar tərəfindən işlə təmin olunmuşam. Ola bilər, bəli, insan da düşünürsən ki, nəsə başqa da ola bilərdi, nəsə yenə də ola bilərdi. Bilirsiniz, insanın içində olan o, sən potensial qüvvəni gərək bölüşməyi bacarasan da. Ola bilər, bəlkə də mən düşünmüşəm ki, mən daha çox nəsə eləyə bilərdim, onu mən düşünmüşəm. O deməli, müsbət cəhətdə mənə belə gəlir. Deməli, işləmə qabiliyyəti vadar eləyir səni ki, düşünəsən
deyəsən ki, mən 25%, yox 25 az olar, 35% iş görmüşəm. Biraz da artırın. Yaxşı 40-da deyən Çox özünüzə təqidi yanaşıb az faiz qoymusunuz. Amma necə möhrünü vurmusunuzsa bu obrazların, o sözlərin, o frazalar, hələ də dillər əzbərdir. Caniklər, ardımca. Özellikle orada bir rolunuz var. Hüseyin Ağbacı rolu. Kişilər komediyası. Valla sizin o rolunuz hələ də var gözümüzün qabağına gəlir və hansısa bir qadın işi görən bir bəyi görəndə, eşidəndə, biləndə sizin o tamaşanız gözümün qabağına gəlir. Teatrın qüvvəsi odur ki, sən hansısa bir xarakteri əgər nümayiş etdirsənsə, ondan nəticə çıxardan və ondan hardasa, ola bilər, bəli, bəzi ürəyində kimsədir, bu nədir, amma başa düşüb ki, ona aiddir söhbət onda. Yəni, güllə ona deyib söhbət orasındadır. Yəni, o mənada, amma elə insanlar da var ki, tutaq ki, deyib ki, bax, belə xarakterlər var, tək ki, bunlar olmasın, ürəklərindən tikan çıxıb. Bu da var Allahın köməyi. Bir obrazınız da var. Dirijor rolunu canlandırmışsınız. Bilirəm. Çox sevilib. O Cahangir Aslanoğlu'nun, yəni bizim humoristimiz Cahangir Aslanoğlu belə bir obraz yazmışdı. Əntərzadə. Yəni, halbuki bu qulaqdan da ağır eşidir, gözdən də ağır görür və bu həm də dirijordur. O hamının bədii rəhbəridir və çox da xarakterik ona həm mahalları vardı, həm məzəli səhnələri vardı. Mənim yadımdan gəlir, uzun illər mavi işıqlarda bu xarakter, necə deyərlər, tamaşaçılara təqdim olunurdu və həm bilirsiniz, belə bir xarakter var ki, tənqid olunur, o hardasa insanlar bir balaca ona belə o qədər ikra hissinə, bir vaxt ki, ona gülə-gülə baxardılar. Elə bir gülə-gülə təmizlənirdi insanlar ki, bu belə bu xarakterdir, niyə bu? O gülək biraz da bundan ləzzət alaq, amma hardasa düşünək ki, biz belə olmayaq, söhbət ondan gedir. Dirijor Nazim müəllimlə dostluğunuz o dövrdən mi başladı? Nazim Hacıbəyovla uzun illər biz dostuq, yəni əməkdarin cəmiyyət xadimi, birinci o musiqili komediya teatrının baş dirijordu uzun illər. Sonra indi Niyazi adına simfonik orkestrın bədii rəhbəri, baş dirijorudur. Biz həm qonşuyuq, həm də belə dostluğumuz da uzun illərdir dostluğumuz var. Yəni dostlar çoxdur və sənət aləmindən əlbəttə ən yaxın dostunuz odur. Bəli, Nazim Hacıəlibəy bu dəqiqə, bəli, Nazim Hacıəlibəy yaxın dostum. Yəni mənim Azərbaycanda səmimidim, dostlar çoxdur, ətnar da çoxdur. Yəni bu həm qapı qonşudur, yəni bir məhəllədə oluruq, elə o Targov küçəsində. Həm də belə uşaqlarımız da bir-birindən dostdur, elə ailələr də bir-birlərindən dostdur. Həm də bağa gedəndə onu da öz-özündən aparırsınız. O da gedir, bağa niyə gedməsin, o bağdır, bizim balaca bağımızdır. Nərddə oynayırsınız hələ bir? Bəli, nərddə oynayırıq, düzdür. Uduzanda o pulu vermir, amma eybi yoxdur. Puldan oynuyorsunuz? Əhədə zarafat candır. Dostlar arasında pul. Mən İlham Namiki aktyoru 90-cı ildən bir yerdə işləyirik, tanıyıram. O vaxt o Cahangir Aslanoğlu libretosu və musiqi Həsən Ağa Qurbanova bir tamaşa oynadı. Qarğaməndə qoz var. O vaxtı indiki Heydər Əliyev sarayında. Deməli, bir tamaşada o 5 rol ifa edirdi. Gah gedirdi, libasını dəyişirdi, parik giyinirdi, bığ giyinirdi və çox uğurlu bir tamaşa alındı. Tamaşaçılar onu böyük sevinclə qəbul edilər. Musiqi komediya ilə teatrı bizi İlham Namik Kəmal'la çox bağlıyıq. Çünki o quruluşu rejissorda olub, mən də quruluşu dirijor olmuşam. Həm də çox sevilən bir aktyor idi. Mən o ilə dostluq edirəm, hələ o vaxtdan 90-cı ildən bu günəcən. Nəinki mən, ailəmiz dostluq edir, balalarımız dostluq edir, bir yerdə şənlikdə bir yerdə oluruq. Şamaxıya gedir, bir yerdə gedir, ailəvi bir yerdə gedir, oturuq, nerdə oynayırıq, domino da oynayırıq. Düzdür, hərdən biri o uduzur, hərdən biri mən uduzuram, amma buna dəxli deyil. Mən ona can sağlığı arzu edirəm. Mən ona arzu edirəm ki, inşallah bala toyu görsün, nəvələrin toyunu görsünlər. Əsas odur. Dost olmaq üçün gərək özün dost ola biləsən. Bax, bu söhbət ondan gedir. Mənim çox gözəl dostlarım var, elə uşaqlıq dostlarım da var, məktəb dostlarım da var. Yəni, bugün də əksəriyyəti ilə görüşürük, salamlaşırıq. Mən həmişə çalışmışam ki, həyatda insan olaraq qalım. Sadə insan kimi, yəni bilirsiniz, sadə insan
zamanla ayaqlaşan. İlham müəllim, deyirlər ki, örtülü bazar dostluğu pozar. Bəli, bəli. Hansı halda dostluğunuz pozula bilər? Bilirsiniz, dostluq birinci, əgər sən səmimi dostsansa, o pozulmamalıdır. Dostluğu nə poza bilər? Mən ancaq bunu bir fərziyyə kimi deyirəm, yalan poza bilər dostluğu. Səmimi münasibət olmayan yerdə dostluq pozula bilər. Və dost olmaq üçün də bayaq məncə mən qeyd elədim ki, gərək özün dost ola biləsən. Əgər sən özün dost ola bilirsənsə, sən dostluğu heç vaxt itirməyəcəksən. Eyni sahənin adamları dost ola bilirlərmi? Əlbəttə, yox. Məsələn, aktyorlardan, öz həmyaşıdlarınız arasında varmı dostluq etdiyiniz? Mən uzun illər ilə Yaşar Nuri ilə biz dost olmuşuq. Bizim mərhum böyük rejissorumuz Hüseyn Ağa Təkişiyev ilə yaxın dost qardaş olmuşam. Mən bunu heç vaxt yaddan çıxarda bilmirəm. Və Ələbbas Qədirovla biz çox yaxın dost olmuşuq. Kişilər dostluq eləyə bilir, qadınlar dostluq eləyə bilir. Belə xanımlarla da mən, belə bax, Bəsti Cəfərovla biz uzun illər dost olmuşuq. Firəngiz Mütəllibovla, bugünkü gündə də dost münasibətimiz var. Yəni, mən ümumiyyətlə, mənim xasiyyətimdə hamıya ilə belə münasibətimiz çox isti olub, bilirsinizmi? Bəlkə də mən insanları çox istəyirəm, mən sizə açıq deyim. İnsanları. Qızlarınız İstanbulda yaşayır? Ailələr oradadır. Yəni, 3 nəvəm var, bir qızımdan 2 nəvəm, bir qızımdan 1 nəvəm. Bir qızım hətta bir işləmir hələ uşaq hələ xırdadır. O bir qızım tərcüməçidir Atatürk aeroportunda, orada İngilis-Rus dili tərcüməcisidir. Həftədə 2 dəfə, 3 dəfə. Yəni ki, burada oxuyub da, gedib bunları. Nə gözəl. Oğlanlardır, oğlanlar buradadır. İndi biri institutda oxuyur, biri hələ məktəbdə oxuyur. Yaxşı ki, varsınız. Siz bizim böyük sənətkarımızsınız. Siz özünüzü xərcləmədiniz. Siz necə ki sevildiniz, elə də həmin o zirvədə qaldınız. Yenə də sevilirsiniz elə, yenə də qəlbimizdəsiniz. Yalnız aktyor kimi deyil, bir insan olaraq da biz sizi sevdik bugün. Çox sağ olun, mən təşəkkür edirəm. Sizə təşəkkür edirəm sizin bu səmimi kəlmələrinizə görə. Bilavasitə sizin komandaya təşəkkür edirəm. Burada olan operatorlara, redaktorlara təşəkkür edirəm, işıqçılara. Çünki bunlar böyük bir zəhmətdir. Mən bunları hamısını, yəni gənclik vaxtından mən televiziyada böyümüşəm. Və mən sizə deyim ki, elə bəlkə də sizin kanalda birinci dəfədir mən gəlirəm. Nə xoş ki, bugün geriyə baxandaya gəldiniz və bizim verilişimizə gəldiniz. Yəni, buna görə çox xoşbəxtəm bugün. Diqqətiniz üçün təşəkkür edirəm. Bugün İlham Namiq Kamalla geriyə baxmaq çox maraqlı oldu. İnanıram ki, sizin üçün də belə idi. Bugün hazırlaşıb studiyada, bax belə görünməyimdə səbəbkar olan insanlara təşəkkür etmək istəyirəm. Kriolandan Nigar xanım başda olmaqla Samirə və Xatirəyə dərin təşəkkür edirəm. Çox sağ olsun Las Vegas Butikinin komandası və Ağçiçəyin. Gələn həftə yenidən qarşınızda olmağı ümid edirəm. Hələlik.